Ağcabədi rayonunda ağır yol nəqliyyat hadisəsi olub. Qəza hadisəsi Laçınlıların kompakt məskunlaşdığı Qayğı qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə Laçın rayon sakini Bakir Möhbalıoğlu Quliyevin idarə etdiyi 41 BE 893 dövlət qeydiyyat nişanlı Vaz markalı minik avtomobili Yevlax rayon sakini Azər Bənahoğlu Bədəlova məxsus KAMAZ markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində Vazın sürücüsü Bakir Quliyev hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər 1980-ci il təvəllüdlü Habil Əlioğlu Həsənov və onun 2 övladı, 2008-ci il təvəllüdlü Polad Habiloğlu Həsənov, 2013-cü il təvəllüdlü Murad Habiloğlu Həsənov, eləcə də 2014-cü il təvəllüdlü Razi Surxayoğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. Məlumata görə həyatını itirən Bakir Quliyev baytarlıq sahəsində çalışıb. KAMAZ markalı yük avtomobilinin isə Ağcabədi rayonunda Kür çayında uçan bəndin bərpası işlərinə cəlb olunan nəqliyyat vasitələrindən biri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.